Adi lotereyada 3 milyard manat udmaq mümkündür? Bəli, mümkündür və bu baş verib də. Hər vaxtınız xeyir əziz izləyicilər. Qısa başlığı ilə qarşınızdayım. Hadisə Amerika Birləşmiş Ştatlarında baş verib. Belə ki, Arkanzas ştatının sakini 1 milyard 817 milyon dollarlıq cekpotu qazanıb. Lotereya rəsmiləri bildiriblər ki, bu ABŞ lotereya tarixində ikinci ən böyük cekpot mükafatıdır. Lotereya biletin qiyməti isə cəmi 2 dollardır. Deyirəm, cekpot belə olar, yoxsa bizdə satılan lotereyalarda alıb pozursan maksimum 1-2 manatlıq uduş çıxır, o da çıxsa. Nəysə, sağ əli bizim lotereyalarının başına. Deməli, qalib bütün 1 milyard 817 milyonu 30 il ərzində götürmək və ya 834,9 milyon dollarlıq bir dəfəlik ödəniş əldə etmək arasında seçim edə bilər. Hər iki məbləğ vergilərdən əvvəldir. İngiltərədə isə bir nəfər 19 yaşında olarkən lotereyada bizim pulla təqribən 23 milyon manat 10 milyon funt sterling qazanıb. Özü də zibil yığan olub. Birdən-birə olub milyoner. Həmin bu gözünə döndüyün adam bu pulu 8 il ərzində sağa-sola xərcləyib başına daş salıb. Nəticədə milyonçuluqdan çıxıb olub yenə də zibil yığan. Bax belə əziz izləyicilər, siz bu xəbərlər barədə nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada videonu bəyənib paylaşmağı, həmçinin maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı unutmayın. Özünüzdən müğayət olun.